Bizim ordumuz milyardlarla pul xərcləyirdi. Hardadır o top tüfəngimiz? İndi bir dənə qalıbdır ki, insanlardan, muzeylərdən gedib o Maxim pulemyotlarını yığsınlar. Amma bizim xalqda silah yoxdur, başa düşürsünüz? Azərbaycanda bugün bir dənə yeganə bir silah var. O Qaşqal dağları vurmaq üçün o drabaviklər ala bilərsən, o Winchesterlər ala bilərsən. Əziz xalqım, papağımı çıxar, qoy qabağıma və özünə yaxşı-yaxşı bax. Heç vaxt torpaqları nə dinc, nə də müharibə yolunda hazır etməyəcəklər. Bax, bunu siz bilməlisiniz. Biz millət olaraq heç vaxt daha günə çıxa bilməyəcək. Qarabağı da unutmalıyıq onda və adımıza bir bul və yaxud boyun sürüsü damğası yapışdırıb taleyimizlə barışmalıyıq. Və tənqidə də dözümlü olmalıyıq. Yəni, bugün kimsə canlı yayında xalqa deyir ki, bu oyun olma, hayır, mənə elə gəlir ki, bu tənqid qəbul olunan tənqiddir. Hər birimizə bu aid olmalıdır və bundan da çox inciməməliyik. 2000 Suriyadan o 2000 bayeviki gətirsə, onlar Azərbaycanın o 20 minlik ordusundan daha yaxşı vuruşacaqlar. Bugünə kimi gizlədilmiş kontraktda konkret qara ilə ağ üstündə yazılıbdır ki, Azərbaycan xarici investorların neft və qaz yataqlarına yönəldilmiş milyardlarla dollarları hər hansısa hərbi, geniş miqyaslı və uzun müddətli hərbi əməliyyatları başlamamaq öhdəliyini üzərinə götürür. Mən bunu tam əminliklə sizin televiziyamızdan da deyirəm. Arif müəllim də bunu yəqin bir narahat edici məqamlara toxunmalıyıq. Və bugün biz görürük ki, hələ ki Rusiya bu konfliktə açıq şəkildə iştirak eləmir. Biz bunu da görürük ki, Ermənistan tərəfi səfərbərlik elan etsə də hələ ki tam səfərbərlik deyil və burada sual yaranır ki, əgər Ermənistan həqiqətən də müharibəyə başlayırdısa, səfərbərliyi niyə elan eləməyibdir? Buna da biz cavablar axtarmalıyıq. Azərbaycan xalqı heç vaxt qələbə hissi ilə yaşaya bilməyəcək. Çox güman ki, bu müharibə bir gün, 2 gün, 3 gün davam edəcək. Növbəti müharibələr kimi. Müharibənin indiki şəraitdə bu cür halda getməsi Azərbaycana xeyir gətirməyəcək. Yəni, yenə də bildirmək istəyirəm ki, mən şəxsən əminəm ki, hər hansı geniş miqyaslı müharibə olmayacaq, davamiyyət olmayacaq. Azərbaycan Qarabağ münaqişəsini nə sülh yolu ilə, nə hərbi yolu ilə azad edə bilməyəcək. Çünki bu aksiyomadır. Baxaq görək xəbər bölmələrində recent that's 25. Baxın, hal-hazırda Telegram kanallarda açıq mənbələrdən toplanmış şəhərlərimizin şəkillərini görürsünüz. Mən istərdim ki, bir anlığına təsəvvür edək nə baş verib. Bir daha bildirmək istəyirəm ki, Azərbaycan bugün
Yes. Bak.